Bakıda və Abşeron yarımadasında iyunun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Bakıda havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, çimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Çərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Bölgələrdə havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 31-36 dərəcə isti. Dağlarda gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.